Bir Azərbaycanlı olaraq deyə bilərəm ki, səhər oyanan kimi çay içmək istəyirik, amma dadlı bir şeylərlə. Mənim çayla çox da aram yoxdur, amma evdəkilər sevirlər. Səhər oyandım, soyuducunun qapısını açdım və orada yarım alma gördüm. Düşündüm ki, bu alma ilə nə edə bilər və tez hazırlanan belə bir şey gəldi ağlıma. Almanı süzgecdən keçirdim, içərisinə şəkər tozu və darçın əlavə etdim. Sonra da lavaşları 4 hissəyə bölüb içərisinə biraz kərə yağı sürtdüm. Sonra içliyə əlavə etdim. Çox az yağda onu qızartdım. Çox ləzzətli olmuşdu. Evdəkilər çayla içdilər, çox bəyəndilər və sonra yenə də tez hazırlanan ləzzətli bir şey hazırlamaq istədim. Elə lavaşdan. Biraz pendir var idi, amma mənim pendirim çox duzsuz idi. Ona görə mən duz əlavə etdim. İstədiyiniz baharatlardan əlavə edə bilərsiniz. Mən etdiyim baharatları videonun alt qismində yazmışam. Belə tez hazır olur və istədiyiniz içliyi əlavə edə bilərsiniz. İstəsəz kartof püresini edə bilərsiniz. İstəsəz ətdən və yaxud da toyuqdan da edə bilərsiniz. O sizin zövqünüzə qalıb. Mən isə biraz kərə yağı sürtüb içərisinə baharatlı pendirlərimi əlavə etdim. Büküb yağda qızartdım. Üstü xırçıltılı, içi isə yumşaq olmuşdu. Əgər Holland pendiriniz varsa, içərisinə biraz da Holland pendiri də əlavə edə bilərsiniz və yaxud da pürenin içərisinə Holland pendiri qarışdırıb, biraz da baharatlar vurub, elə də edə bilərsiniz. Uşaqlar belə çox bəyənirlər, çünki o ruleti qıranda ya da dişləyəndə dartılır. Onlar əylənirlər bununla. Həqiqətən tez hazırlanan çayın yanına da çox ləzzətli bir şey oldu. Darçın sevirsinizsə, belə edə bilərsiniz. Darçın sevmirsinizsə, başqa bir şey əlavə edə bilərsiniz. Mən almanı bişirmədim. Alma sulandı, çünki şəkər tozu əlavə edəndə sulanır. Əgər suyunu buraxmağını istəmirsinizsə, öncə bir qabda şəkər tozunu və almanın tam suyu çəkilənə qədər bişirin. Ondan sonra içərisinə darçını əlavə edib qarışdırıb lavaşın içində bükə bilərsiniz. Bir də ki, mən zeytunun içərisinə zeytun yağı əlavə edib səhər yeməyində süfrəyə qoyuram. Bunu uşaqlar da çox sevirlər. Onu da deyim ki, əgər çörəyi qızartsanız, onun yağını çörəyə batırıb yesəz çox ləzzətli olur. Yeri gəlmişkən bu öz tutduğum zeytunlar.